Hamını salamlayıram. Bugün 1 may 2026-cı il. Apreldə bir ramkayla böldüyümüz arı. Biz hər il apreldə bir ramka, mayda 2 ramka, nıl ayında 3 ramkayla, 4 ramkayla bölmə edirik. Yəni bir ramka deyildikdə burada nəzərdə tutulan şey bir ramka sıx arı, yəni belə sıx arı olmalıdır və rasplot olmalıdır. Yəni 80-90% ramka rasplot olmalıdır. Həmin ramkada az miqdarda gülən və balın olmağı mütləq lazımdır ki, arı problem yaşamasın. Mayasız ana vermişdik. Ana arı mayalanıb. Ana arı mayalanıb qurd tökməyə başlayıb. Bakvasdı, Lemeşevdir. Bölən vaxtı belə bir dənə ramka da vermişdik. Hörülməmiş ramka. Artıq arılar bir tərəfini hörüb ramkaya bal depolayıb. Bir məsələ də qeyd edim. Rasplot çıxandan sonra arı mütləq dərmanlamaq lazımdır.